Başlayırsan, takipdən qızlar, takipdə. Like qoydun, qoymadı. Sənin dəyərin qalmadı. Sənin hansısa duruşun qalmadı. Sənin hörmətin qalmadı. Çünki sən özünə hörmət qoymadın. Sənə bunlar dəyməsin deyə gün-günü onun şəbəkələri güdmürsən, öz işinlə məşğul olursan. Çünki nə zaman sən başladın oğlanı araşdırmağa, altdan, üstdən, like qoydu, qoymadı, kimə yazdı, yazmadı, baxdı, baxmadı, nə elədi. Sənin bütün enerjin yönəlir ona. O qidalanır. O və o massa qidalanır sənin enerjinlə. Və bu narsistlərin ən sevdiyi hissdir. Narsistlər bununla qidalanır, səni soğurur və sonra sən qal. İşim yoxdur, pulum yoxdur, heç kəsə lazım deyil, güvənsiz, mənasız, prosta, heç nəyin yoxdur. Amma nə vaxt sən özünü tutdun, mən nə edirəm? Mən onun şəbəkələrini araşdırıram. Bu mənim səviyyəm deyil və mən gedirəm və başqa hansısa işlər görürəm. Hansıları bəlkə sən uzun müddət görmək istəyirdin, amma onları uzadırdın. Ya da ki, sonraya saxlayırdın. İndi bu hisslə, bu narahatçılıqla sən gedib onları görürsən.